Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Yeni ilinizi təbrik edirəm. Neçə gözəl illərə, bayramlara çıxasınız inşallah. Ümid edirəm ki, bu yeni ildə hamımız üçün xeyirli, uğurlu olar. Yeni uğurlara nail olmağımıza vəsilə olur. İstəyirəm bu videoda keçən ilin nəticələrini sizinlə bölüşüm. Demək, hazırda ekranda mənim fon hesabımdakı nəticələrimi sizinlə paylaşıram. Demək, mən əsasən bu hesabı sentyabr ayından başlamışam idarə etməyə. Sentyabr ayından qoşulmuşam. O vaxta kimi demək olar ki, mən demo hesabda çalışırdım. Daha doğrusu paralel olaraq demo hesabda çalışırdım. İlin ilk yarısı mənim üçün bir hazırlıq mərhələsi kimi oldu. Qalan ikinci yarısı isə demək olar ki, tətbiq mərhələsi oldu. Mən sentyabr ayında demək olar ki, 2,30%, oktyabrda 6,32% və s. şəkildə nəticələr göstərdim. Toplamda hazırda 17,23% qazanc əldə etmişəm və dekabr ayı boyunca mən 30.000 evroluq hesabı idarə edirdim. Əsas məqsədim o idi ki, bu ay ərzində də reytinqimi 75 balın üzərində saxlayım ki, mənə əlavə 30.000 üzərinə əlavə bir minimum 30.000 də əlavə olunsun. Bu 75-in üzərində 84,29% ilə bağladığıma görə artıq mənə bu kalkulyator göstərir ki, gələn aydan artıq 30.000 evro da əlavə balansıma əlavə olunacaqdır. Yəni ki, artıq gələn aydan yanvar ayından etibarən mən 60.000 evroluq hesabı idarə etməyə başlayacağam. Və orada kalkulyatorda dəyişmək də olur. Əgər mən dekabr ayında 5% qazanmış olsaydım, bu zaman reytingim 90,68% bal olacaqdı. Bu da mənə 50.000 evro vermək deməkdir. Bu da ki, 30.000 evronun üzərinə 50.000 evro əlavə olunacaqdır ki, məndə 80.000 evroluq hesabı idarə edəcəkdir. Ancaq mən əsas məqsədim o idi ki, mən əsasən bu reytingimi qoruyum ki, müntəzəm olaraq balansını artıradım. Demək, artıq gələn aydan artıq mən 60.000 evroluq hesabı idarə etməyə başlayacağım. Bu ay məndə qazanc demək olar ki, zəif oldu. Bu da səbəb oldu ki, Nasdaqda mənim üçün fürsətlər ilk 2 həftəsi zəif çıxdı. Demək olar ki, heç fürsət çıxmadı mənə. Çünki mən əsasən yuxarı zaman intervallarında ticarət aparım. Yəni H1 və H8 və s. deyili, weekly bu şəkildə ticarət apardığıma görə fürsətlər səndiyən elə çox da çıxmadı. Ona görə də 1,82%, son 2 həftəsində 1,82%lik nəticə əldə olunmuş. Bu da mənə kifayət elədi ki, əsas balansımı qoruyum, üzərinə 30.000 üzərinə bir də 30.000 əlavə edə bilim. Gələn aydan artıq yəqin ki, fürsətlər artmağa başlayır. Mən bunları dəyərləndirə bilərəm. Göründüyü kimi, oktyabr ayında 6,32% qazanc əldə olunubdur. Noyabr ayında 5,85% qazanc əldə olunubdur. Ümid edirəm ki, yəqin ki, gələn aydan etibarən nəticələrim daha yaxşı olacaqdır və balansını artırmağa başlayacağım. Mən bu nəticələrdə əsasən demək, toplamda bir daha deyirəm, 17,23% qazanc əldə olunubdur. Bu nəticələrimdə əsasən mən demodakı tətbiqimdən sonra əldə eləmişəm. Yəni burada vaxtilə $1000 bir demo hesab açmışdım. $1000 demo hesab demək iyul ayından açmışdım. Avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları ərzində ticarət apardım. Göründüyü kimi ilin ilk yarısı, 2005-in ilk yarısı demək olar ki, ancaq mənim üçün hazırlıq mərhələsi kimi keçdi. Qalan iyuldan etibarən başladım ticarəti tətbiq eləməyə. Və nəticəsində qənaət bəxş oldu. $1000 üzərindən 197,8% qazanc əldə elədim. Yəni $1000 yarım ilə 2991,08%-ə qaldıra bildim, balansa qaldıra bildim. Bu da 197,80% qazanc deməkdir. Bilirsiniz ki, bu $1000 aşağı balans olduğuna görə buradakı risk də, gəlir də faiz olaraq yuxarı olur.
iyul ayında 30,9% qazancı əldə eləmişdi. Bu 1000 dollar üzərindən təxminən 210 dollara yaxın pul eləyir. Bu şəkildə demək olar ki, irəliləyiş oldu. Bir müddətdən sonra artıq sentyabr ayından etibarən bu göstəriciləri mən artıq həminki o fon hesabımda tətbiq etməyə başladım və mənim üçün demək olar ki, qaneedici nəticələr olur. Və həminki o strategiyada profit faktoru göstərir 2,33 olubdur. Bu kifayət qədər yüksək nəticə sayılır. Balans əyrisindən də gördüyünüz kimi, yəni burada çox düşüşlər müşahidə edilmir. Ancaq yuxarı doğru yüksəliş olduğuna görə burada profit faktoru da 1-in üzərindədir. 1.5-in də üzərindədir, hətta 2,33 əmsalı göstərir. Risk reward ratio-dakı 5.30-dur. Yəni ki, bunda bildiyiniz kimi qazancın riski əmsalı da 5.30-a bərabər olubdur. Həmin ki, o demo hesabında. Onu da indi mən realda tətbiq elədiyimə görə artıq o da öz nəticəsini göstərmiş olur. Hələlik bu qədər, çox da uzatmaq istəmirəm videonu. Sadəcə qısa bir demək olar ki, hesabat xarakterli bir video paylaşmaq istədim. Ümid edirəm ki, sizin üçün də yeni il xeyirli, bərəkətli olar. Təbii ki, xeyir-bərəkət ildən gəlmir. Xeyri bərəkəti bizim özümüz ortaya qoymalıyıq. Yəni, bizim fəaliyyətimizin nəticəsi olaraq ortaya çıxmış olur. Özünüzdən müğayət olun. Bir daha təbrik edirəm. Yeni iliniz uğurlu, bərəkətli olsun.